Amma necə, atası bugün deyir bağışlayaram balalarına görə, sabah deyir mən deməli TikToka görə bağışlayır atası. Mən onun atasını ziyalı adam kimi tanıyıram. Belə görürəm. Aydındır. Tarık Bey. Bir dəqiqə diyanın sözümü deyim əsəblər. Yoxsa, yox amala bugün söz deyirlərsə, mən bağışlamıram. Yox, mən sabah bağışlayıram. Bugün bağışlayıram. Ay Biriyə gedəndə mən Arzunun yerinə olsam, vallahi 3 gündə, 4 gündə türməyə öyrəşib, deyər ki, bilsən nə var? Mənə nə bağışlayın, nə bir şey. Uzaqbaşı 2 il şaya çıxacağım. Bu, neynəmə? Arzu bundan sonra neyniyə bilər? Maksimum çıxıb üzr istəyə bilər, deyə bilər, qələt eləmişəm, pox yemişəm, bunu işi görmüşəm, sizə qarşı səhv eləmişəm, cavan qızam. Başımın üstündə adamım olmayıb, atam yanımda olmayıb, bir ağsaqqalım olmayıb. Çünki atası da o vaxt səhv elədi ki, mən ona yazsın, niyə oxuturum? Çünki ona əmin eləmişlər ki, necə Nara xanım deyir ki, mən onu günahkar görürəm. Çünki qardaşı ölüb də bunun. Arzunun da atası videoya hamı baxır, hamı elə bilir ki, günahkar deyil Arzum. Amma qanun görür ki, günahkardır. Amma bu nə deməkdir? Bir gün çıxıb birlə biz bağışlayırıq. Bugün Elman müəllim danışıb atası ilə. Elman müəllimə deyib ki, çıx mənim əvəzimdən dinən ki, mən bağışlayırım. Xeyr, söhbət elə deyil. Tolik müəllim. Qardaş elə deyirsən də bayaq. Xeyr, elə deyil. Baxın, gör mən fikrimi deyirəm. Elman müəllim sənə niyə deyirsən? Olan nəysən ki? Xahiş edirəm bir dəqiqə. Bu məsələdə qərar verən ya tərəf olan şəxslərdən biri deyiləm. Onu siz də çıxıb belə bir fikir bildirirsiniz. Bir dəqiqə, zəhmət olmasa. Sadəcə ətrafımda bu məsələyə görə narahat olan və həll yolu axtaran insanlar var. Hətta onların içərisində elələr də var ki, bir dəqiqə qoy sözümü deyim də, əgər bu barışığa, problemin həllinə kömək edəcəksə, barışıq məsələsi. Dəymiş ziyanın bir hissəsini təxminən 50 min manata qədər biz bunu kömək eləyərik. Mən o insanların xahişi nəticəsində mən buradayam bu günləri. Bunu biz danışmamalıyıq. Hatta bunu ailələr danışmalıdır. Bizim tarixlə mövzumuz odur ki, bu məsələ ailə və vəkil şeydir. Buna ailələrin qurban olub Elman bəy. Bu mənim sizliyin hansı tanımışın müzakirəsi deyil. Bu iki vəkilin, o ailənin ağsaqqalının, Firdovsi müəllimin, Arzunun atasının məsələsidir bu. Ətrafında insanlar var ki, onlar deyirlər ki, bu məsələdə barışığa maraqları var ki, biz bu məbləği dəymiş ziyan nə qədər qurban olun sizə. Bəs burada da siz deyilənləri deyəndə siz dezinformasiya verirsiniz. Elman müəllim, mən sizə bir söz deyim qardaş.